Salam, hörmətli abituriyentlər. Mən Həmidova Seçkinə Baş Peşəkarlar Akademiyasının kimya müəllimi. Bu gün sizlərlə yeni dərs tədris edib keçəcəyik. Həmin dərsimizdə indi sizlərlə paylaşacağam. Dərsimiz atomun quruluşudur. Atomun quruluşu. İlk əvvəl siz bilməlisiniz ki, atomun quruluşu dedikdə nə nəzərdə tutulur? Atom quruluşu dedikdə nüvə və ətrafında hərəkət edən elektronlar nəzərdə tutulur. Növbəti slaydımızda siz görürsünüz. Nüvə və ətrafında hərəkət edən elektronlar. Burada biz nüvənin nədən ibarət olduğunu öyrənirik. Ümumi anlayış olaraq deyirik, atom, nüvə və ətrafında hərəkət edən elektronlardan ibarətdir. Bu ümumi tərifdir. Daha sonra isə deyirik, bir neçə tərifini verə bilərik biz bunun. Ümumi tərif nüvə və ətrafında hərəkət edən elektronlardan ibarətdir. Bu ümumi tərif. İkinci tərifi belə deyə bilərik. Nüvə və ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarətdir. Deməli, biz burada aydın olur ki, bizə elektronların yükləri mənfi yüklüdür. Daha sonra növbəti tərifləri keçəsi olsaq, nüvə daha böyük anlayışdır. Biz nüvəni açsaq əgər, nüvə proton və neytronlardan ibarətdir. Ümumi indi tərifi nəzərdən keçirsək, atomun tərifin, deyirik ki, atom, proton, neytron və elektronlardan ibarətdir. Və proton, neytron, elektronlar burada atomun zərrəcikləri gedir. Ümumi ad olaraq. Atomun zərrəcikləri deyə bizə başlıq verilsə, atom zərrəcikləri hansılardır? Biz orada proton, neytron, elektronu götürürük. Sonra gəldik nəyə? Atomun tərkibində dedik ki, nüvə var, bir də ətrafında hərəkət edən elektronlar var. Və bu nüvənin də protondan, bir də neytrondan ibarət olduğunu vurğuladıq. İndi biz baxsaq ki, protonla neytron ikisi birlikdə nəyə əmələ gətirir? Nüvəni. Amma belə bir şey desək, tutaq ki, bunu başqa cür tərif olaraq adlandırsaq, nüvəni əmələ gətirən, baxın, bu nüvədir. Nüvəni əmələ gətirən yüklü hissəciklər desə, bir var nüvəni əmələ gətirən yüklü hissəciklər, bir də var nüvəni əmələ gətirən hissəciklər. Yazıram burada nüvəni əmələ gətirən hissəciklər. Bir də biz bunu başqa cür ifadə eləsək, nüvəni əmələ gətirən yüklü hissəciklər. Yüklü hissəciklər. Deməli dedik, nüvəni nə əmələ gətirdi? Proton, bir də ki, neytron. Amma yüklü hissəciklər burada biraz fərqlilik var. Biz atomun hissəciklərini saydıqda elektron, neytron, proton. Elektronun yükünü dedik. Dedik ki, elektron mənfi yüklüdür. Gəldik neytronla protona. Neytronla protondan ikisi fərqlidir. Proton müsbət yüklü hissəcikdir. Neytron isə yüksüz, yəni sıfır. Və biz sıfırı da yazmırıq. Yüksüz hissəcikdir. İndi siz özünüz məntiqlə düşünsəz, həqiqətən görürsünüz ki, yəni yüksüzdürsə, bizə yüklü hissəcik deyir axı. Nüvəni əmələ gətirən yüklü hissəciklər. Yüklü hissəciklər təkcə biz protonları götürürük. İndi biz atomun tərifini qayıdıb demiş olsaq, yenidən arxaya, deyirik, atom, proton, neytron, elektrondan ibarətdir. Bir başqa tərifi.
Atom müsbət yüklü protondan, yüksüz neytrondan, bir də mənfi yüklü elektronlardan ibarətdir. Digər tərifində isə olsa, atom müsbət yüklü nüvədən, bir də mənfi yüklü elektronlardan ibarətdir. İndi sizin beyninizdə sual açılır ki, nüvə müsbət yüklü deyildi axı. Bizdə müsbət yüklü olan protonlar idi. Amma biz onu açdıq. Dedik ki, nüvə proton və neytrondan ibarətdir. Protonun da yükü müsbət olduğu üçün biz ona rahatlıqla deyə bilirik ki, müsbət nüvədən bir də ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarətdir. Deməli, bura qədər aydındır. İndi gəldik burada ekranda belə bir şəkil görürsüz. Həmin bu şəkildə bizə verib. Deyir ki, atomun nüvəsi proton və neytronlardan təşkil olunub. Proton müsbət yüklü, neytron isə yüksüz olduğundan nüvə müsbət yüklüdür. Nüvə yükü protonların hesabına əmələ gəlir. Yəni buradan belə bir anlayış çıxır əslində ortaya. Biz onsuz bunu dedik. Az əvvəl dedik. Sadəcə burada bir dənə anlayış var. Onu da sizlərlə bölüşüm. Testlərin həllində o sizə kömək edəcək. Deyir ki, yazır, belə bir anlayış yazır. Sizə verib, tutaq ki, hər hansısa bir element verib. Elementin deyir ki, proton sayı 16'dır. Həmin elementin nüvə yükü nə qədərdir? Yəni siz orada çaşmırsınız. Sırazı yadınıza salırsınız ki, nüvənin yükün əmələ gətirənlər protonlar idi və həmin protonlar da nüvə yükünə bərabər olduğundan bizim proton sayımız 16 etdikdə nüvə yükümüz də 16-ya bərabər olur. Yəni bu qədər sadə. Burada bir başqa anlayış da var. Bu dərs bilirsiniz ki, Mendeleyev cədvəli ilə əlaqəli dövrü qanun dövrü sistem başlığı altında olan bir alt başlıqdır. Burada biz proton sayı bərabər elədik nüvə yükünə. O da bərabər olur elementin sıra nömrəsinə. Yəni bu üç anlayış bir-birinə bərabərdir. Siz Mendeleyev cədvəlində hər hansı bir elementin artan sırayla görürsünüz. Tutaq ki, birinci element hidrogen, ikinci element helium, üçüncü element lityum, dördüncü element berilyum, beşinci element bor. Bu sırayla sıra-sıra gedəndə siz həmin elementlərin sıra nömrələrini cədvəldə yanlarında görəcəksiniz. Onu görmüşkən sizə başqa iki kəmiyyət də məlum olmuş olur. Həm proton sayı, həm də nüvə yükü. Yəni bu üç anlayış bir-birinə bərabərdir. Bu da ümid edirəm ki, aydındır. Burada baxın şəkildə berilyum elementinin bizə nəyi verilib? Elektron modeli verilib. Həmin bu elektron modeldə nüvənin yükü verilib bizə müsbət 6. Bir də gördüyünüz kimi şəkildən elektronların, protonların sayı. Deməli bu mərkəzdə olan nüvədir. Və nüvəni həmin bu berilyum elementi üçün protonların sayını verib bizə nə qədər? 4. Deməli bizim nüvə yükümüz nə qədərdir? 4. Sıra nömrəmiz nə qədərdir? 4. Bayaqları mən berilyumun sıra nömrəsini sayanda dedim ki, berilyum 4-cü sırada yerləşən elementdir. Və həmçinin onun proton sayı da 4 etmiş olur, nüvə yükü də 4 etmiş olur. Nüvə yükünü də əmələ gətirən nə oldu? Protonlar. Çünki protonlar müsbət yüklü hissəciklərdir. Gəldik burada neytronlara. Neytronları yaşıl şarlarla istifadə olunub və 5 də neytron sayırsınız. Neytronlar dediyimiz kimi necə hissəciklərdir? Yüksüz hissəciklərdir. Və nüvənin ətrafında, bayaq atomun tərifində dediyimiz kimi, nüvənin ətrafında hərəkət edən elektronlar dedik biz. Həmin elektronlara baxın, mavi şarlarla göstərilib. 4 ədəd də elektron göstərilib nüvənin ətrafında. Bu da ümumi sxematik olaraq təsvir olunmuş bir sxem idi. Sonra növbəti anlayış biraz çətin anlayışdır əslində uşaqlar üçün. Çünki riyazi baxımdan çətin anlayışdır. Amma öyrənəcək, asan olacaq.
Deməli, biz atomun hissəciklərini saydıq. Hansı hissəcikləri var? Protonu, neytronu, elektronu. Və atom haqqında digər bir anlayışlar da biz öyrənirik. Hər hansı element atomunun atom kütləsini öyrənirik biz. Bir də ki, yük anlayışını öyrənirik. Yük anlayışına növbəti slaydlarda nəzər yetirəcəyik. İlk əvvəl baxırıq nəyə? Hər hansı bir elementin sıra nömrəsini. Tutaq ki, mən özümdən bura yazıram alüminium. Alüminiumun sıra nömrəsi Mendeleyev cədvəlində 13-dür. Dediyimiz kimi sıra nömrə nəyə bərabərdir? Proton sayına. Yəni biz proton sayını yerinə rahatca 13 yaza bilirik. Alüminiumun atom kütləsi, biz belə deyim də, Mendeleyev cədvəlində hər hansı bir elementə baxdıqda, həmin elementin yanında sıra nömrəsini, bir də atom kütləsini görürük. Atom kütləsi də uzun rəqəmlərlə verilir. Tutaq ki, alüminiumda verilir 26 tam neçəsə. Həmin o neçəsələr nədir? Tutaq ki, verilib 26 tam 4, 5, 6. Tutaq ki, belə bir rəqəm verilib. Biz bunu nə edirik? Vergüldən sonrasını yuvarlaqlaşdırırıq. Əgər 0, 1, 2, 3, 4-dürsə, bunlar düşür və 26 olduğu kimi qalır. 26-nı da yazırıq atom kütləsinə. Yox, əgər 5, 9 arası, 5 ilə 9 özü də daxil olmaqla rəqəmlərdirsə, tutaq ki, 26 tam 7 və ya neçəsə. 7 burada düşdü və bir vahid gəlir üzərinə 26-nın. Və beləcə alüminiumun atom kütləsi olur 27. Alüminiumun atom kütləsinin 27 olduğunu tapıb, bu atom kütləsidir. Bu isə proton sayıdır. İndi biz neytron sayını buradan ala bilirik. Neytron sayını necə alırıq? Bizə verilən tapdığımız düstur nəticəsində. Bu düsturda öyrənmək çətin deyil. Nəyə görə öyrənmək çətin deyil? Çünki əgər siz elementdə protonun, neytronun, bir də atom kütləsinin yerlərin dəqiq konkret olaraq bilirsinizsə, onları göz yaddaşına yadda saxlaya bilirsiniz ki, protonla neytronun cəmi bizə atom kütləsini verir. Bizim indi burada protonumuz var 13. Neytronumuz yoxdur. Elementin neytronun atom kütləsi ilə protonu məlumdur deyə neytronu siz rahatca tapa bilirsiniz. Bərabərdir. Atom kütləsi də 27-dir. Riyazi olaraq hesablayırsınız. Neytron bərabərdir. Atom kütləsi çıxılsın elementin proton sayı. Bu da sizə verir elementin neytron sayı. Yəni siz elementin simvoluna baxmaqla nələri müəyyən edə bilərsiniz? Elementin adını, elementin proton sayını görürsüz, elementin atom kütləsini görürsüz və atom kütləsini proton sayından da hesablayırsınız. Düsturdan yerinə qoymaqla neytron sayını da tapmış ola bilərsiniz. Sonra burada bir başqa anlayış var. Dedim, elektron, yük, bunlara hələ toxunmamışıq. İndi elektronla yük anlayışına keçəcək olsaq, əgər. Baxın, burada belə bir sxematik təsvir var. Neytral atomdan söhbət gedir burada. Neytral atom deyil, bir başqa atomlar da verə bilərsiniz. Sadəcə yükü neytral, katyon, bir də anion olaraq böldüyümüzdən mənfi yüklü hissəciklərimiz anion, sıfır yüklü hissəciklərimiz, yəni neytral atom, katyonda müsbət yüklü hissəciklərimizdir. İndi biz bunu baxsaq ki, hər hansı bir neytral atoma deyirik ki, elektron alır və ya elektron verir. Bu nə deməkdir? Tutaq ki, yazıram X sıfır hissəciyi. Yəni neytral atom. Biz dedik ki, sıfır yazılmaya da bilər. Əgər heç nə yazılmayıbsa, bu sıfır deməkdir. Elektron alıb, elektron verilməsi də nədir? Tutaq ki, deyirik ki, neytral atom elektronu alır. Yazırıq buradan. Elektron alınanda olur, tutaq ki, deyirəm ki, 2 elektron alıb. Neytral atom 2 elektron alıb. Yazıram, müsbət 2. Alıb dediyi üçün müsbət yazırıq ona. Müsbət 2. İndi gəldik
Elektron deyirəm axı. 2 elektron alıb. Yazıram bura. Y mənfi. Mənfi nə üçün yazırıq? Çünki elektronun yükü mənfi yüklü olduğu üçün mənfini yazırıq. İndi baxırıq burada. Bundan sonrası riyaziyyatdır. Müsbətlə mənfi yanaşı gələndə mənfi kəmiyyət olur. Və burada belə olmuş olur. 0 müsbətlə mənfini yanaşı gətirir. Sıxılsın 2 bərabərdir -2. Baxın, X mənfi yüklü hissəciyə, yəni aniona çevrilir. Elektronu alan zaman. İndi bunu elektronu verən zaman olan hal üçün yazırıq. Yazıram X, yenə neytral atom və biz deyirik ki, elektronu versin. İndi bu səfər deyirəm ki, 3 ədəd elektron versin. Verirsə çıxılacaq. Çıxılsın 3, elektronun da yükü mənfi olduğundan bu formada yazırıq. 2 mənfi yanaşı gəldikdə bu olur müsbət. X 0, 2 mənfi yanaşı gəldikdə bu olur müsbət 3. Yəni nə olmuş oldu? 0-dan müsbət 3-ə elektron verərkən neytral atom elektron verərkən çevrildi kationa. Özünüz də buradan rahatca görə bilirsiniz. Çünki biz dedik, müsbət yüklü hissəciyimiz kationdur, mənfi yüklü hissəciyimiz də aniondur. Bura qədər ümid edirəm ki, hər birinizə aydındır. İndi bu anlayışlar arasında yük, bayaq dedik ki, proton, neytron, bir də atom kütləsi arasında düsturu dedik. Ona aid uyğun misal da göstərdik. Bir də yük, elektron, proton hissəcikləri arasında olan bir düsturumuz da var. O düsturu da burada yazmışam. Bir daha yazıram. Elektron plus yük bərabərdir protona. Yəni bu üçü arasında əlaqə, göz yaddaşı ilə də əlaqə qurub yadda saxlaya bilərsiniz düsturu. İndi buna aid hər hansı riyazi cəhətdən, tutaq ki, elektronu tapmaq istəyirsinizsə, protondan çıxırsınız yükü və ya yükü tapmaq istəyirsinizsə, protondan çıxırsınız elektronu. Yəni bir bu düsturu bilməyinizlə siz bu düsturdan yükü də tapa bilərsiniz, protonu da tapa bilərsiniz. İndi gedək hər hansı bir misala. Tutaq ki, X hissəciyi yazırıq. Hər hansı bir X hissəciyinin proton sayını yazıram 13. Yük hissəsinə də yazıram 3 müsbət. Yəni kationdur bu. İndi biz bunun elektronunu tapmalıyıq. Elektronu da necə tapırıq? Yazıram. Elektron mənfi dedik axı. Elektronla yükün cəmi bizə nəyi verir? Protonun sayını. Bərabərdir. Elektronla yükün cəmi bizə verdi protonun sayını. İndi biz buradan elektron tapası olsaq, protondan çıxırıq yükü. Bərabərdir. Protonumuz neçədir? 13. Yükümüz neçədir? 3 müsbət, yəni 3. Bərabərdir 10. Biz nə tapdıq elektronu? Tapdıq ki, elektronumuz 10-a bərabər imiş. Buradan belə bir şey çıxır ortaya. Burada da P yazırıq. Deyək ki, kation hissəciyində protonla elektronu müqayisə eləyin. Kationda, yəni protonla elektronun müqayisəsi necə olur? Siz hər hansı, fərqi yoxdur, hər hansı bir misal verə bilərsiniz. Hansı ki, mən burada bir misal verdim, özümdən yazdım. Siz də hər hansı bir misal verə bilərsiniz, əlbəttə ki, kation hissəciyi üçün. Kationdan protonu, yükü məlum olduğundan siz də elektronu o qayda ilə tapırsınız və protonla elektronu beləcə müqayisə edirsiniz. Buradan qayda olaraq çıxır. Kationda, kation hissəciklərində proton elektrondan böyükdür və ya elektron protondan kiçikdir. Yəni cavab hər iki formada verilə bilər. Sadəcə biri veriləcəkdir amma.
Bu kation üçün keçərli haldır. Deməli, kationlar üçün nə oldu? Yazıram buradan. Proton elektrondan böyük. Bu bir düstur. İndi hər hansı bir X hissəciyi yazırıq. Həmin bu X hissəciyinin yükünə veririk -2 tutaq ki. Anion hissəciyi. Proton sayı da 16-dır. Yenə elektron sayını tapırıq. Yazıram. Elektron plus yük. Yükümüz burada neçədir? -2. Bərabərdir nəyə? Proton sayına. İndi buradan yazıram. Elektron mənfi bərabərdir. 16 protonumuzdur. Yerində qalıb. -2 bərabərliyin sağ tərəfinə keçdikdə olur -2 bərabərdir 18-ə. İndi biz buradan elektronu 18 tapdıq. Baxın aradakı fərqə. Bu protonu idi. Bu da elektrondur. Bu deməli anion hissələrdə, hissəciklərində proton elektrondan nə olmuş olur? Kiçik olmuş olur. Və ya elektron protondan böyük olmuş olur. Bu da oldu anionlar üçün olan bir qayda. İndi gəldik neytral atoma. Neytral atomda yenə hər hansı bir X hissəciyi və ya hər hansı bir element atomu. Tutaq ki, element atomu götürürsünüz mis. Misin sıra nömrəsi 29-dur. Proton sayı yazdım. Yükünə də yazmamışam. Atom halındadır, neytral atomdur. Və ya görmürsünüz siz. Tutaq ki, mən yazmışam 0. Yəni bunu yaza da bilərsiniz, yazmaya da bilərsiniz. Siz testlərdə bəzən bunu 0 olaraq görəcəksiniz də, bəzilərində ümumiyyətlə yazılmayacaq. Yazılmayacaqsa o 0 deməkdir. Neytral atom formasındadır. İndi bizim elektron sayını tapmaq rahatdır. Protonumuz var, yükümüz var. Elektronumuz nəyə bərabər olacaq? Proton çıxılsın yük. Yəni elə protonun özünə 29-a. Qayda olaraq da deməli buradan nə çıxarırıq? Neytral hissəciklərdə isə proton elektrona bərabər olmuş olur. Burada bu üçü də bir qaydaydı. Ümid edirəm aydın oldu sizə. Gəldik burada bir başqa anlayışa. Tutaq ki, dərslikdən olan bir sxematik görüntüdür. Yəni sizə testlərdə bu formada düşə bilər. Çünki dərsliklərdə var. Proton sayı verilib qrafikin absis oxu üzrə. Ordinat oxu üzrə də elektron sayı verilib. Və siz burada nəyi görürsünüz? Sizdən hissəcik nə olduğunu soruşur. Katyondurmu, anyondurmu, neytral atomdurmu? Hər hansı bir X üçün buradakı. Başlayaq yazaq. Tutaq ki, yazıram X. X-in proton sayı burada nə qədər görürsünüz siz? Baxın, kəsişmə nöqtəsi buradan bura qədərdir. A plus 2 yazıram proton sayına. Sonra bizə verib, elektron sayı nə qədər verib? Kəsişdikdə nöqtə aşağıya qədər uzatdıqda. A plus 1 verib. İndi biz yükü tapa bilərik də. Buradan yükü tapıram. Yazıram. Yük plus düsturumuzu dəfələrlə yazıram ki, yadınızda qalsın. Elektron bərabərdir protona. İndi bizim yükümüz yoxdur. Yazıram. Yük plus. Elektronumuz nə qədərdir? A plus 1 bərabərdir. Protonumuz nə qədərdir? A plus 2. Yükü tapdıqda yük bərabər olur. A plus 2, yəni proton çıxılsın A plus 1. Yəni elektron bərabərdir. A plus 2 çıxılsın mənfi mötərizə açıldıqda mənfi içəridəki müsbəti mənfiyə çevirir. Bərabərdir. A'lar biri müsbət, biri mənfi getdi. 2-dən də biri çıxırsınız, müsbət 1. Deməli, sizin yükünüz burada müsbət 1 imiş. Yəni nə imiş? Yükümüz müsbət 1 yazdıq. Müsbət hissəcik olduğu üçün deyirik ki, bu katyondur. İndi eyni qaydanı
Digərləri üçün hesablayaq. Digərlərində tutaq ki, T üçün hesablayıram. Yazıram T. Proton sayı verilib A yazdım. Deyəcəksiniz hardan baxın. Buradan xətt çəkib aşağı da çəksək, kəsişmə nöqtələri nədirsə onları qeyd edirik. T-nin kəsişmə nöqtəsi proton sayında A-dır. Elektron sayında isə A plus 2-dir. Yenə yükü tapırıq. Yazıram yük plus A plus 2, yəni elektron bərabərdir nəyə? Protona, yəni A-ya. İndi buradan yük bərabərdir. Proton, yəni A çıxılsın, elektron, yəni A plus 2 bərabərdir. Burada riyazi hesablamanı eləyirsiniz. A, yenə mötərizəni açırsınız və içəridəki müsbət mənfiyə çevrilir. Bərabərdir. A-nın biri müsbət, biri mənfidir, getdi və bizim yükümüz nə olmuş olaraq qalır? Mənfi 2. Deməli, bizim yükümüz oldu mənfi 2 T-də. Və mənfi yüklü hissəcikləri də biz nə deyirdik? Anion deyirdik. Bu da olmuş oldu anion üçün. İndi biz Z üçün hesablayaq eyni qaydanı. Z üçün hesabladıqda sizin Z-inizin kəsişmə nöqtəsinə baxın. Proton sayı da A plus 1-dir. Elektron sayı da A plus 1-dir. İkisi də bir-birinə bərabər olduqda, bayaq biz qayda demişdik. İkisi də bir-birinə bərabər olduqda bu neytral atom hesab olunurdu. Yəni yüksüzdür. Bu da olacaqdı neytral atom. Ümid edirəm ki, aydın oldu bu hissədə. Gəldik, belə bir anlayış var. Uşaqlar, izotop, izoelektron, izoton. Ümumiyyətlə siz bilin ki, izo sözünün mənası eyni deməkdir. Qısaca yadda saxlamağınız üçün də izotop deyiriksə, son hərfimiz P-dir. Yəni proton sayı eyni. İzoton deyiriksə, son hərfinə baxın N. Neytron sayı eyni. İzo elektron deyiriksə, baxın, elektron olduğu üçün sonunda elektron sayı eyni. Yəni izo sözünün mənası eyni olduğundan hamısında izo var. Sadəcə son hərflərinə uyğun olaraq P-dirsə proton sayı, N-dirsə neytron sayı, elektrondirsə elektron sayı eyni deməkdir. İndi gəlin baxaq buradakı anlayışa. Bizə burada nə deyir? Aşağıdakılardan yenə bir qrafik formasıdır. Bizə tutaq ki, yazıram. Hər üçün yazacağam burada. X-i yazıram. X-in proton sayı neçə verilib burada? Baxın. X-in proton sayı verilib A. Neytron sayı verilib B. Mən bunun atom kütləsini ala bilirəm də. A plus B. Bu qalsın. Bununla işimiz yoxdur. Gedirəm Y-ə. Y-in yenə baxın. Kəsişdiyi nöqtələri birləşdirirəm. Proton sayı Y-in verilib A plus 1. Neytron sayı verilib B plus 2. Atom kütləsini hesabladıqda A plus B plus 3 olmuş olur. Gəldik Z-ə. Z-in baxın kəsişmə nöqtəsinə. Z-in proton sayı nə qədər verilib? A plus 2. Neytron sayı nə qədər verilib? Baxın kəsişmə nöqtəsinə. Neytron sayımız B-dir. Bizim indi atom kütləmiz nə qədər olacaq? A plus B plus 2. Buradan nəyi müəyyən edirik? 3 ədəd element atomunuz var. Hər birinin protonu, neytronu və biz də həmin o proton, neйтrondan istifadə edərək atom kütlələrini tapdıq. İndi sual olar ki,
Bunlardan hansı izotondur? Hansı element atomları izotondur? İzoton da nə idi? Sonu N hərfi ilə bitdiyi üçün neytron sayı eyni olanlara baxmalıydıq. Burada da neytron sayı hansılarda eynidir? Baxın, X-da eynidir. Bir də ki, Z-də eynidir. X-da da neytron sayımız B-dir. Z-də də neytron sayımız B-dir. İkisi də B olduğundan, yəni neytron sayıları eyni qəbul olunmuş olur. Digər anlayışlara baxaq. Heç birində proton sayıları eyni deyil ki, biz bunlara izotop deyə bilək. Amma bunlar nədir? X-la Z elementləri izoton olmuş olur. Yəni neytron sayıları bərabər olmuş olur, eyni olmuş olur. Aha, keçirik. Burada hər hansı bir element olan hidrogen element atomudur. Bunu da sinif kitabında belə bir anlayış verilib. Baxın, neytron çünki sayı eyni olanı dedik qrafikin köməyi ilə. Bir də izotop, yəni proton sayı eyni olan var. Proton sayı eyni olan element atomlarından biri hidrogeni misal göstərə bilirik. Hidrogenin baxın, bura baxın. Burada nəyi görmüş olursunuz? Elementin atom kütləsi ayrı 1-dir. Elementin proton sayı 1-dir. Və eyni anlayışdan istifadə edib neytronu tapdıqda atom kütləsinə proton çıxırsınız, neytronunuz olmuş olur 0. Digər izotop üçün baxaq. Atom kütləsi 2-dir. Proton sayı yenə də 1-dir. Neytron sayı nə qədər olacaq? Atom kütləsindən 1-i çıxacaq. O da eləyəcək 1. Gəldik hidrogen üçün baxaq. Atom kütləsi 3-dür. Proton sayı yenə də görürsünüz nə qədərdir? 1-dir. Neytron sayı nə qədər olmuş olacaq? Atom kütləsindən 1-i çıxırsınız. Bu da sizin eləyir neytron sayınız. Və bunlar siz nə üçün bunu yazıram görməyiniz üçün? Görəsiz ki, proton sayıları eyni olmuş olsa da, baxın, biz çünki protona dedik də izotop. Proton sayıları eyni olanlara izotop dedik. Amma atom kütlələri və neytron sayıları fərqlidir. Yəni buradan qayda olaraq özünüz üçün qeyd eləyə bilərsiniz ki, izotopda proton sayıları bir-birinə bərabər olduğu halda atom kütlələrinin neytron sayıları bir-birindən fərqli olur. Sonra gəldik aşağıda hər hansı bir karbon atomuna aid müxtəlif modellər verilib, gördüyünüz kimi. Bu modellərdə əslində nəyi müşahidə edirsiniz? Tutaq ki, yazıya hələ heç baxmasaq. Birinci modelə baxaq. Birinci modeldə nə var? Mənfi yüklü elektronlarımız yerindədir. Müsbət yüklü protonlarımız, onlar da yerindədir. Bir də sarı neytronlarımız, yəni yüksüz hissəciklərimiz. İndi biz burada nəyi müəyyən eləyə bilərik modelə baxmaqla? Elektron sayını müəyyən elədik. Nə qədərdir? 5 ədəd. Proton sayını da müəyyən elədik. Müsbət hissəcikləri saydıq. 2, 4, 6. Proton da saydıq 6. İndi gəlirik digər modelə. Elektronlarımız nə qədərdir? 6. Protonlarımız nə qədərdir? 6. Çünki karbon atomundan danışırıq. Karbon atomu proton sayı 6-dır. Gəldik digərinə. Elektronlarımız 2, 4, 6, 7. Mənfi hissəcikləri saydım. 7 ədəd. Protonlarımız yenə nə qədərdir? 6. Yəni siz modelə baxmaqla orada artıq müəyyən eləyə bilirsiniz zərrəcikləri. İndi baxaq görək bizdə nə deyir. Deyir, bu modellərin fərqi nədir? Fərqi nə oldu? Gördük modellərin fərqi. Baxın. Modellərin fərqini gördük. Fərqi nə idi? Elektron sayıları fərqli idi. Birində 5, birində 6, birində 7 idi. Deyir, hansı modellər neytral atomu əks etdirir? Bəli. Baxın. Birincidə protonumuz elektrondan böyüdür. Proton elektrondan böyük olduqda bu nə olmuş olur? Katyon. Çünki baxın, tutaq ki, katyondursa hər hansı bir karbon elementi idi də bu.
Karbonun sıra nömrəsi protonu 6-dır, elektronu 5-dir. Bu müsbət 1-dir ki, biz müsbət 1 ilə 5-i topladıqda 6 versin. Deməli, birincimiz katyondur. Gəldik ikinci modelə. İkinci modeldə nə görürsünüz? Proton elektrona bərabərdir. Bu hansı hissəciyə aid idi? Neytral atoma. Tutaq ki, yazırdıq karbon, protonu 6-dır, neytron da 6-dır. 0 olduqda sizin olmuş olur neytral atomunuz. Digərində isə elektron protondan böyük olduğu üçün proton 6, elektron 7-dirsə, bu mənfi 1-dir. Yəni digər modeldə olmuş olacaqdı anion. İndi üçüncüdə deyir, neytral olmayan zərrəciklərdən hansı müsbət, hansı mənfi yüklüdür? Elə biz 2-ni deyərkən 3-ü də demiş olduq. Yəni bunu neytral hesab elədik, yəni bu hissəciyi. Digərləri birinci oldu katyon, üçüncü də olmuş oldu anion. Ümid edirəm bu da aydındır. İndi bu mövzunun izahı ilə bağlı bir neçə misal həllərinə baxaq. Burada birinci misal həllində belə bir anlayış verilib bizə. Yazıb x 2 müsbət. Bir də ki, protonuna da verib 20. Bu yükümüzdür protonumuz. Bizə protonu istəyir. Protonumuz 20-dirsə, deməli ya cavab A olacaq, ya da C olacaq. İndi elektronları tapmalıyıq. Elektronlara baxaq. Baxın, burada elektronu C variantında 20 yazıb. Biz 20 ilə, yəni protonla elektronun bir-birinə bərabər olduğu halı harda görmüşdük? Neytral hissəcikdə. Amma bu neytral deyil axı, katyondur. Katyon olduğundan bizim konkret cavabımız çıxmış olur A variantı. Amma gəlin hesablayaq. Elektron yazsaq, elektronumuz plus yükümüz bərabərdir protonumuza. Elektron da bərabərdir proton çıxılsın yük. Bərabərdir 18. Həqiqətən də isbat etdik ki, elektronlarımız 18, protonlarımız da 20 onsuz görür diyor da. Sonra digər bir sual. İki fərqli element verilib və siz burada fərqli çox anlayış görürsünüz. Bu biraz daha mürəkkəbdir. Bir-bir diqqətlə hamısını hesablayacağıq indi burada. Yazıb kalium müsbət 19 proton sayına 39 da atom kütləsinə. Biz burada neytronu tapa bilirik də. Neytron nə idi? Atom kütlədən protonu çıxırdıq. Yəni 39-dan 19-u çıxacaq. Neytronumuz eləyəcək 20. Yük elektronu da tapa bilirdik buradan. Elektronu necə tapırdıq? Proton çıxılsın yük. Protonumuz 19, yükümüz də 1 olduğundan 19-dan 1 çıxanda elektronu da tapdıq 18. Bu tapdığımız anlayışlar qalsın burada. İndi keçək kalsiyuma. Kalsiyumda 2 müsbət yükü verilib, 20 proton sayı, 40 da atom kütləsi. Yenə eyni qayda ilə 40-dan 20-yə çıxırıq, neytron sayımızı tapırıq. Elədi 20. Yenə eyni qayda ilə protondan yükü çıxırıq, nəyə almış oluruq? Elektron sayımızı. Yəni 20-dən çıxacaq 2-ni, alacaq 18. Nəyi? Elektron sayını. İndi sualın şərtinə baxa bilərik. Deyir, iyonları üçün hansı ifadə doğrudur? A variantında yalnız proton sayıları eynidir. Xeyr, heç proton sayıları heç birində eyni deyil. Birində 19-dur, birində 20. Yalnız elektron sayı eynidir. Elektron sayıları eyni olmağını eynidir, bəli. Amma oradakı yalnız sözünə görə biraz bunu sual işarəsi altında saxlayırıq. Yalnız neytron sayı eynidir, bəli. Buna görə sual işarəsi altında saxladıq. Çünki burada neytron sayıları da eyni olur. Baxın. Neytron sayı da eyni olduğundan biz yalnız elektron sayı və ya yalnız neytron sayı eynidir deyə bilmərik. Onun üçün bu iki variantın hər birini çıxardırıq. Səhvdir. Özlüyündə hər biri doğrudur ya. Məsələn, digər doğru variant olmasaydı, yalnız elektron sayı eynidir və ya yalnız neytron sayı eynidir götürmək olar. Sadəcə iki eyniliyi olduğundan biz onların ikisini birləşdirib bir variantda götürürük. Yəni elektron və neytron sayları eynidir. Cavab olaraq Y variantını götürmüş oluruq. Doğru cavabımız bu sualda Y variantı oldu. Aha. Sonra
Gəldik, burada 3 ədəd fərqli tipdə sualımız var. 9-cu sualda bizə deyir ki, izotopları müəyyən edin. İndi mənim sizə sualım. Yəni beyninizdə sual, özünüzə sual verin. Dərsi bayaqdan dinləyirsiniz. İzotop nə idi? İzo sözü eyni, sonu P ilə bitdiyi üçün proton sayı eyni olan elementləri götürməliyik biz. Baxaq. A-da və proton sayının proton harda yazılır bilməliyik ki, sonradan biz bilə bilək ki, doğru tapa biləcəyik ya yox. A-da protonu bir elementin 19 verilib, bir elementin 20 verilib. Bir elementdə 19, bir elementdə 20 verildiyindən biz A variantını götürə bilmərik. Çünki proton sayları eyni deyil. B-də bir elementin proton sayı 19 verir, bir elementin 18. B-ni də götürə bilmirik. C-də birin 24 verib, birin 26. C-ni də götürmürük. D-də birin 20 verib, birin 18. D-ni də götürmürük. Amma Y-yə baxın. X-ın da proton sayı 17-dir. Y-in də proton sayı 17-dir. İkisinin də eyni rəqəm olduğundan bizim izotop olan variantımız olur Y variantı. Gəldik 10-cu suala. 10-cu sualda bizə deyir ki, verilib natrium 11, bir də 23. Elementin atomunda olan elektron və neytron sayların. Neytron saylarını rahat tapa bilirsiniz. Atom kütləsindən protonun sayını çıxırsınız. Yəni 23 çıxılsın 11. Elə də 12. Neytron sayınız 12. Elektron sayını tapmaq da mən nə dedim? Dedim sizə bəzən bu sıfır verilər, bəzən verilməz. Necə ki burada verilməyib. Çünki bu neytral atomdur. Neytral atom olduğundan bizim qaydamız saydı. Neytral atomda proton elektrona bərabər idi. Yəni protonumuz 11-dirsə, bizim elektronumuz da 11 olmuş olacaqdı. Buradan cavabımız nə çıxır? Elektron 11, neytron da 12. Cavabımız Y variantı. Gəldik digər suala. 11-ci sual. Bizə deyir 11-ci sualda izotopları müəyyən edin. İzotopları da bir-bir hamısı üçün yoxlamalıyıq. X-ın nə verilib bizə? Neytron sayı 10, kütlə də 19. 19-dan neytron sayını çıxırsınız, tapırsınız proton sayını. Y nə verib bizə? Neytron sayı 8, kütlə də 16. 16-dan 8-i çıxırsınız, 8 tapırsınız proton sayını. Z nə verilib bizə? Neytron sayı 6. Kütlədə də neçə verilib? 12. 12-dən 6-nı çıxırsınız, tapırsınız ki, 6 bu elementin proton sayı. T'də neytron sayı verilib 7. Kütlədə də verilib 13. Atom kütləsindən neytron sayını çıxmaqla proton sayını tapmış olursunuz. Və beləcə siz burada özünüz də müşahidə edirsiniz ki, proton sayları, çünki bizə izotop deyirdi. Proton sayları hansı elementlərdə eynidir? Z və T elementlərində eynidir. Z T elementində eyni olduğundan protonu da müəyyən elə dediyindən biz baxırıq cavabımız olur A variantı. Aha, sonra gəldik növbəti suallara. Yeni test toplusunda 2025-ci ilin olan test toplusunda belə bir sual var. Deyir ki, tibbi avadanlıqların bir çoxu atomların quruluşu və xüsusiyyətlərindən istifadə edərək işləyir. Məsələn, rentgen cihazı atomların elektronunu yüksək enerji şüalar vasitəsilə çıxarır. Bu proses həm bədən daxilindəki strukturların götürülməsini, həm də xəstəliklərin diaqnozunu qoymaq üçün şüaların insan bədənindən keçərək orada olan müxtəlif toxumaların və kütlənin fərqli şəkildə təsir olunmasına imkan verir. Bu sizin üçün əslində məlumat xarakterli olan hissədir. Sizə əsas burada nə edir? İnsan bədənində olan X atomunun nüvəsində, indi o deyilənləri başlayırsınız yazmağa. X atomunun nüvəsində 20 proton var.
20 neytron var. Sırazı bunun nəyi tapmış olursunuz? 20 proton var, 20 də neytron var. Atom kütləsi müəyyən edirsiniz, protonla neytronun cəmidir. Yəni 40. İndi bizə deyir, rentgen şüaları insan bədəninə daxil olduqda X atomu X atomu 2 elektronu çıxarsa, hə, 2 elektronu çıxarsa nə deməkdir? Neytral hissəcik idi axı bu. İndi biz buradan 2 elektronu çıxaq. Yazıram. 2 elektronun çıxılması. Çıxılma deyirsə yazıram. Minus 2. Elektronun da yükü mənfi olduğundan bu formada yazırıq. 2 mənfi yanaşı gəldikdə bu çevrili olur müsbət 2. Yəni X neytral idi, müsbət 2-yə çevrildi. Və bizim proton sayımız var idi, hansı ki sözdə deyilirdi şərtdə. Proton neytrondan da istifadə edib atom kütləsində tapmışdıq. Və bizim tapacağımız, axtaracağımız cavab budur. Onun üçün 40, 20, 2 müsbət cavabımız olur A variantı. Bu yeni tipli suallardan idi. Yəni bu suallar hissəsində qorxutmasın. Bura qədər olan hissə sizin üçün məlumat xarakterli olan hissədir. İndi digər testlərdə də məlumat xarakterlidən sonra testin əsas cavaba sizi aparan yoluna diqqət edirsiniz. Yəni sualın həcmi sizi qorxutmasın. Gəldik 26 ilə 27. Bayaqdan bu suallardan deyirik deyə çox qalmayacağam bu sualların üstündə. Müsbət yüklü ion deyir, bir də neytral atom deyir. Müsbət yüklü bir ion yazıram. X müsbət yüklü deyirsə, müsbət 3 yazdım tutaq ki. Protonu yazıram 13. Elektronu necə tapırdıq? Protondan yükü çıxmağına. Elektronu da tapdım 10. İndi gəldik neytral atom 27 üçün yazıram. Neytral atomda hər hansı bir X yazırıq. Neytral hissəcikdir. Və onun üçün də yenə yazıram proton sayını 13. Neytral hissəcikdə proton nəyə bərabər idi? Elektrona. Yəni bizim elektronumuz da 13-dür. Yazdım. İndi 26-nın cavabını tapaq. Bizə deyir ki, hansı asıllıq həmişə doğrudur? Hansı asıllığın həmişə doğru olmağın yalnız misal verməklə tapa bilərsiniz. Burada da misal verib, birinci sualda tapırıq ki, nə? Proton, bu da elektron. Proton elektrondan böyük olmuş olur. Bu asıllıq həmişə doğrudur. Burada cavab Y. Gəldik neytral atoma. Neytral atomda yenə proton, yenə elektron. Nə olmuş olur bir-birinə bərabər? Bu asıllıq da neytral atom üçün hər zaman doğru haldır. Aha, sonra. Gəldik belə bir qrafik tipli suallar var. Əslində qrafik tipli suallar normalda şagirdlər qrafik tipli suallardan qorxub qaçırlar. Amma qrafik tipli sualda qrafiki oxumaq əsas şərtdir. Yəni qrafikin sözlərdən daha çox qrafikin təsvirində siz müəyyən edə bilirsiniz cavabınızı. Yəni 50% sözlərdə yazılıbsa, 50% də qrafikin özündə var. Yəni qrafikə baxmaq lazımdır mütləq. Qrafiklər qorxuducu olmur kimyada. Əslində açar məqabların əksəriyyəti qrafiklərdə olur. İndi gələk bunları bir-bir. Hələ qrafiki baxmıram, sözləri də oxumuram. Sadəcə mənə verilən anlayışda bildiklərimi istifadə edib müəyyən anlayışları tapıram. Kükürt 2 mənfi yükü verilib. 16 da bizim nəyimizdir? Proton sayımız. İndi yazıram. Elektronu tapmalıyam mən burada. Bərabərdir. Elektronumuz nəyə bərabər idi? Sırazı düstur yuxarıdan yadımıza salırıq. Elektron plus yük bərabər idi protona. İndi bizim burada nəyi tapmalıyıq? Elektronu tapmalıyıq deyə biz nə edirik? Protondan yükü çıxırıq. Bu düsturu aşağıdakını tətbiq edəcəyindir. Protonumuz 16. Yükümüz necədir? Çıxılsın -2. Bu mənfi ilə uşaqlar
Bu mənfini qarışdırmayın. Biri yükün işarəsidir, biri isə düsturda sağ-sola keçirəndə çevriləcək işarədir. Bərabərdir. 16-nı yazıram. İki mənfi yanaşı yəni toplamaya çevrilir. Riyaziyyatdan siz bunu bilirsiniz. Bərabərdir 18-ə. Yəni siz burada kükürdün, yazıram buradan bir kənardan. S 2 mənfi, protonumuz 16, elektronumuz 18. İndi gedirik digər element üçün hesablamalar eləməyə. Xlor mənfi. Hə, bir də onu deyim. Mənfi tək yazılırsa və ya müsbət tək yazılırsa, bu mənfi 1 və ya müsbət 1 deməkdir. Yəni onu sıfır qəbul etmirik. Sıfır ümumiyyətlə yazılmır ya da sıfır yazılır. Mənfi müsbət tək yazıldıqda isə yanında rəqəm görmədikdə o mənfi 1 və ya müsbət 1-dir. Yazıram. Xlor 17. İndi yenə nəyi tapmalıyam? Elektronu tapmalıyam. Bərabərdir. Düsturumuz buradadır. Proton, yəni 17 çıxılsın nə? Mənfi 1. Bərabərdir. Yenə 17, 2 mənfi yanaşı gələndə toplama, elə də 18. Xlor üçün də biz buradan bir kənardan yazıram. Mənfi 17, elektronumuzun sayını da tapdıq 18. Gəldik kalsiyuma. Kalsiyum üçün yazıram. Kalsiyum 2 müsbət, proton sayımız da 20. Yenə eyni qayda ilə elektronu tapırıq. Protonumuz nə qədərdir? 20. Yükümüz nə qədərdir? Müsbət 2. Burada da oje mənfi 2 olmadığından mötərizənin içərisinə salıb mənfi 2 yazmırıq. Mənfi olan hissəciklərimizi də mötərizənin içərisinə daxil eləyirik ki, o bizi çaşdırmasın. Müsbətlərdə necə var, elə də yazırıq. Bərabərdir. 20-dən 2-ni çıxırsınız 18. Deməli, siz kalsiyum üçün də müəyyən elədiniz. Nəyi? Proton sayımız var idi, yükümüz var idi və elektronu tapmış olduq. Bura qədər ümid edirəm ki, hər birinizə aydındır. Biz bu hissəcikləri tapdıq və mən hələ ki qrafikədə baxmamışam, oxumamışam da. Sadəcə bildiyimiz məlumatlardan yola çıxaraq nəyilərsə tapmağa çalışdıq. İndi görək bizə nə deyir. Bizə deyir ki, bu elementlərin yüklü hissəciklərinin sırası verilib. Bu sırada elektronların sayı. Elektronların sayı nə qədər tapdıq uşaqlar? 18, 18, 18. Elektronların sayı protonların sayından. Protonların sayı nə qədərdir? 16, 17, 20. Deməli biz burada protonların sayında artım müşahidə edirik də, düzdür? Bizə deyir ki, elektron sayıyla protonların sayının asılı qrafikini qurmalıyıq. Özünüz də gördünüz. Elektron sayı nədir? Sabit. Yəni 18-dir üçündə də. Proton sayı neyniyib amma artıb. Əgər qrafikdə hər hansı bir cəmiyyət, çünki iki cəmiyyət göstərə bilərik də qrafikdə. Hər hansı bir cəmiyyət dəyişməz olaraq qalırsa, biz həmin o qrafiki sabit qrafik qəbul edirik. Yəni orada proton sayı artdı, azaldı və ya ikisi eyni qaldı, biri dəyişdi, onun orada bir önəmi qalmır. Nəyə görə? Çünki bizim dəyişməz olan bir anlayışımız var. O da nədir? Elektron sayı. Elektron sayı dəyişməz olduğu üçün bir daha vurğulayıram. Əgər qrafikdə iki cəmiyyət verilir, iki cəmiyyətdən biri dəyişməz olaraq qalırsa, biz həmin qrafikləri sabit qəbul edirik. Və cavabımız da bu sualda uyğun olaraq B variantı olmuş olur. Aha, dərsimiz bu qədər. Ümid edirəm ki, dərs sizin üçün verimli oldu. Ümid edirəm nəsə öyrənə bilərsiniz. Uğurlar sizə uşaqlar.